Cəhsiniz kanalıma hər biriniz xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə başlıqda gördüyünüz kimi nə edirik? Masamı sərgiyə qoyuruq. Mən indi şeydəyəm. Həmişə sizə video atdığım masamın üstündəyəm. Zaten o masanı düzəldəcəyik. Amma bu saat masam remont olunmamış olur. Yəni bilirsiniz niyə? Mənim divarım var idi. Yadınızda ora stikerlər yapışdım. Buraya yoxdur. Tamam. Ona görə də onu oxşuyum. Önce stolumuzu sileyim. Belə bilmişəm videomu başlatmışam. Ona görə başlamışam silməyə. Amma bu bir şey deyil. Sadəcə silmişəm. Onun üstünü normalde boşaltmışdım bayaq video başlayanda. Belə yəni o gün də sildiyim üçün kir çıxmadı. Mən pəncərənin ağzına oturduğum üçün çox vaxt kirli olur. Demək birinci bunu təmizləyək. Bura mən flomasterlərini yiyirəm. Məsələn bunun bir dənə də var idi. Var bu sənələrdə. Amma bilmirəm işlədim yoxsa yox. Amma yəqin işlədim. Çünki çox olacaq. Zaten flomasterlərimin sayı o qədər də yəni ton çeşidi o qədər də deyil. Bir dənə buna bir şeydə ona görə belə işlədim. Bunu sildik. Bunun qabağına bunları yaşdırəkdə. Yəni gördüyünüz kimi bir tonu bura koyacağım ama gör ne kadar bir şey var azdı yani. Normalde hamı çoxdan ama məndə yəni mən bu qədər mənə bəs eləyir. Sonra bu cür tonlarım var. Bunların hamısını bir yerə qoyacağım. Bu arada ayırdım ki bu videoda dayandırıb ayırdım. Zaten videosunda onu ayırmayacaqdım. Bir də ki bu tonlar var. Əslində mən normalde çoxdan forma satmışdım. Ama bu aralar niyəsə əl işlərinin şeyim var. Əl işi düzəltmək istəyirəm. Kutu eləmək istəyirəm. Kutu istəyirəm. Ona görə də belə məsələn bir şey göstərim. Bir dəqiqə. Özümə belə bir bloknot düzəltmişəm. Bilmirəm ona nə işləyəcəm. İşlədəcəm. Yəni belə vərəqlidir. Buna qoyaq. Bir dəqiqə. Belə. Baxın belə oldu. Bunu koyaq ən ikincə. Bunu da axşam elədim ki, yenə bura boş qalmasın. Demək sonra belə qabım var idi mənim. Bunu təmizləyək. Bu əsas şey budur. Baxın budur. Bunu təmizləyib gəlim. İndi fikirləşirəm ki, bunu bu yüzünə qoyum yoxsa bu yüzünə qoyum. Bəlkə bu yüzünə qoyaq. Belə qəşəkdir. Həmişə normalda bunun içini baxın buhardan yığırdım. Belə aksesuar yığırdım amma skuşlərim var. Zaten skuşlərimi qoymağa yer tapmıram. Bura skuşu qoyacağım. Demək birinci olaraq bu sarını qoyaq. Bura. Sonra bu var. Bunu qoyaq. Bunu qoyaq. Bu arada bunlar təzədir bu ikisi. Təzə vermişəm. Bunu bacım eləyib. Keçən şeyin içine. Bunu da mən eləyib. Belə. Bunları bu ikisini stikerlaşım verib. Tamam. Bunlar burada. Buraya yumru qoyacağım. Yumru bir şeyler. Bunu burada iki tane ikisi qaldı. Zaten tam yerləşirmiş. Hə, tamam oldu. Attım. Məncə qəşəngdə oldu. Normal. Belə. Sonra nə qoyaq bura? Əsas şey yadımdan çıxdı. Bunu da ataq bura. Sonra mozaikamı qoyum. Bunu koyaq da biraz dolmasın stolumuz. Normalde ben stoluma dalin qoymuram. Deyirəm bəlkə bir dalin qoyaq. Götürdüm gəldim. Duxlarda baxdım amma bir şey budur. Elə mənə şey dedim. Bunu qoyaq bura. Fikirləşdim aksesuarlarımı yeyəcəm. Qoyum şkafıma, stoluma qoyum. Yəni siz bilmirsiniz, bayaqdan dayandır yer fikirləşirəm. Bunu da qoyaq bəlkə. Kitap qoyaq.
Get-gedə uzanır. Kameranı get-gedə çevirirəm o tərəfə. Bunu qoyaq belə. Üstünə bir dənə mənim ingilis dil dəftərim var. Belə iki üzlü düzülür. Ama bu yüzünü hoşlamıyorum. Tamam. Bunu koyaq. Sonra bunu həmişə normaldan zaten koyurdum o stolda da. Üstüne de bunu koyaq. Tamam. Çok kararsız kaldım. Çok kararsız kaldım da yani. Işığımı lampa zaten koyulmalı stola. Bunu koyaq. Belə. Hə, qalsın. Demək, sonra qulaqçığımız var. Bunu da asaq elə buradan. Bunu bacım düzəltmişdi. Bu qalacaq. Bura qoyalım. Elə. Demək. Qərib bir insan çıxdı. Bu ikisini götürək. Qələm yaş lazım olmuş. Bunlar qalsın. İçində zaten normal qələm qabıdır da. Yəni başqa artificial olmuşum. Dehli karandaş tapdım. Bu bacım. Tamam. Bunu koyaq bura. Sonra demək bura boş qaldı. Bu dalim burada. Hə, tamam. Mənim kromili hədiyyə vermişlər bunu mənə. Bu qalıb. Bunu bura qoyaq. Bunu bura geçsin. Bura qaldı. Mənim aksiyonlarım elə bura düzəkdə. Bu. Sonra bu. Sonra bu. Böyükdən kiçiyə. Sonra bir broşkalar var ama burası kırılıptı bunda. Ona göre bunu takmalık zaten bir dənə qaldı. Belə olsun. Qəşəng oldu. Dolu oldu stolum. Deyəcəm. Belə. Göstərelim. Bura belə oldu. Zaten gördünüz. Bura belə. Çok qəşəng oldu. Neyse. Videomu beğendiyse kanalıma abone olup like atıp yorum yazmayı unutmayın. Sağ olun.